Dünən çox gözəl bir ad günü oldu. Pərviz Hüseynovun, jurnalistimizin doğum günü. Ne yalan deyim, düşündüm bir 50 nəfəri məclis olar da. Amma fərqli məclis olacağına şübhəm yox idi. Girdim zala, gene gözüm bərəldi. Dedim ay Allah. Azərbaycan dili restoranlar əmələ gəlib. Heç onlar biz tanımırıq, amma əməlli başlı tutumu var da yəni. Heç olmasa bir 500 qonağı var. Bu ad günlərini bu boyda abşirin eləmək nəyə lazımdır, niyə eləyirlər, onu bilmirəm. Bircə onu deyə bilərəm ki, mən dünən heç bir yerdə görmədiyim çoxlu qadın kütləsi gördüm. Mən dedim, bu qədər qadın bizdədir. Bu qədər qadın da belə başa düşməyək, gözəl qadın, baxımlı qadın. O fashion jurnalların üstündə paltarlar görürsünüz, çaşkalı maşkalı. Siz bunu harda giyinmək olar? Onların hamısı orada giyinilmişdi. Və elə bir ki, jurnallar yeriyirdi gözümün qabağında. Belə gedir, biri belə gəlir. Handa bir ayaqqabılar. Qırğın. Bunlar niyə danışıram? Danışıram ona görə ki, Pərviz yetim gəlib. Atasız bir uşaq, kimsiz, kimsəsiz, qələmini əlinə alıb, Bərdədən Bakıya gəlib. Savad yiyəsi olub, dost tanış yiyəsi olub, böyük ulduzların əməkdaşlığını eləyib, çox güclü qələmi var, sevirəm Pərviz. İrəlidə 4 yol ayrıcına nəzarət kamerası. Rayondan gəlib, amma 4 yolun ortasında qalmayıb. Özünə yol tapıb, yol seçib. Bu çox gözəl bir şeydir. Təbrik edirəm. Anasını gördüm, ay parçası. Çox gözəl bir qadın. Gözü aydın olsun dedim, onu təbrik etdim. Gəldik restorandakı dekora. Dekor möhtəşəm idi. Ən çox da o xaricilərdə görürdüm o stili. Arxalar yemək, qabaqda Josefin qoyurlar, belə istirahət oturur. Bir çay iç, bir nə bilim içki nəsə içənsənsə ondan iç. Toya tamaşa elə. O necə qabaq 2 hissəli toylar olurdu. Birində yemək yedin, sonra hamı öz tabletkasını götürüb gedirdi, çadırda oturub oynayanlara tamaşa eləyirdi. Onu müasirləşdirmişdi. Tabletkanı Josefinlə əvəzləmişdim. Maraqlı bir şey idi. Sağda solda dresuarlar filan. Nəysə oyun çıxartmışdım. Bilmirəm o deyəsən karusel idi bu işi görə. Bilmirəm karuselə pul verib, barter eləyib. Nə oyun çıxardıbsa bircə onu bilirəm ki, Aygün Kazımovadan tutmuş bütün show biznesin belə deyim də cıvıl, gözəl sənətkarları oradaydı. Təbrik edirəm. Böyük oğlan olsun. Həmişə bizim qələmimizdə, həmişə bizim dilimizdədir. Həmişə bizi təbliğ eləyibdir. Düzə düz, əyriyə əyri, yəni zarafata zarafat. Hamı ilə bir cür yol tapıb. Öpürəm sən Pərviz.